İlk olarak ben o titulları çok olduğu için çok sayıyorum. Sadece diyelim ki bizlerimizin baş tacı Necibe İlkin buyursun. İlk hayır duanı ondan. Onu da vurguluyum ki Nahid Namer'in demək olar ki müəllimimdir. Bizi en çok tanıyan insandır. Ve benim sevimli anamdır. Hoş geldiniz siz Nesbət Hanım. Çok sağ olun əzizim. Bütün nəzislərini salamlayıram. Təbii ki, bugün mənim üçün çox böyük sevindirici bir gündür ki, mənim əziz tələbələrimin, bax, biri o təyimlər, biri o təyimdir. Bundan xoşbəxt nə olarlar? Nahid də mənim çox sevimli tələbəm oldu. Həqiqətən sözün həqiqi mənasında. Mən onun ön sözündə hər şeyi yazdım. Bu ədəbi bədii tərəfində. Amma bugün Nahidin başqa bir tərəfini deyəcəm. Bilirsiniz, bəzən mən qələm sahiblərinə deyirəm ki, hər biriniz sözün tərbiyəsini qoruyun, sözün ağını, həyasını qoruyun. Və bu, mənə elə gəlir ki, bundan böyük söz yoxdur. Amma bunu qorumaq üçün gəlir özündə də o ağırın, həyanın, tərbiyənin zirvəsi olsun. Mən bunu hansı şairlərdə, gənc şairlərdə görürəmsə, inanın, mən fəxr edirəm ki, doğrudan da insan həm sözü ilə, həm tərbiyəsi ilə cüt gəlir bu ədəbiyyata və ədəbi aləmdə də özünün ən gözəl zirvəsini yaradır. Bundan gözəl nə ola bilər? Bugün mənim bütün missiyamı mənim qızım aparır. Mən redaktor olduğum kitabların hamısını aparıcılığını özüm edirdim. Ancaq bugün fəxr edirəm ki, doğrudan da mənim davranışım olaraq mənim mələyim bu gözəl missiyanı gözəl yerinə getirir. Ona görə də onu alqışlayıram və gözəl bir alqış istəyirəm sizdən. Və Nahid bəy, həm 45 yaş, həm də birdən-birə 2 kitab. Bu gözəl bir layihə oldu sözün həqiqi mənasında. İllər bundan öncə söz addımlamısan, söz böyümüsən, söz boyatmısan və bugün artıq o sözə sığışmayan qəlbinlə, ruhunla ədəbiyyatımıza qədəm qoyursan. Qədəmləri mübarək olsun. Mən bilirəm ki, bu qədəmlər bugün sabah deyil, əbədi olacaq. Çünki sənin söz potensialı o qədər çoxdur ki, o qədər sənin o yaradıcılığında yüksək zirvələr görürəm, mən bunu görürəm. Çünki sənin birdən-birə həm şeirdən nəsrə keçməyin özü də böyük bir qələbədir. Bu hər adamda olmur. İllər sonra, məsəl üçün mən özüm illər sonra keçmişəm nəsrə, amma sənin birdən-birə nəsrə keçmən və hətta nəsri oxuyanda məni ağlatmağın, bunun özünə dedim ki, səni bağışlamayacağım, sən məni ağlatmadın. Siz təsəvvür edin ki, o qədər gözəl mövzu seçmişdik ki, mən o mövzuya hələ rast gəlməmişəm. Artıq bir mənim tələbəmin böyüyü Gülər xanıma deyirəm ki, artıq minlər artıq bir kitabın redaktor olmaq asan iş deyil. Və bugün mən fəxr edirəm ki, onların arasında siz də varsınız. Nahid, mən səni çox dönə-dönə kəşf elədim. Həm mədəniyyətinə görə, həm də ədəbiyyatına görə, həm özünün ümumiyyətlə davranışına, özünün bütün hərəkətlərə cavab olduğuna görə və həm də ədəbiyyatda qalacağına inanını yaratdığına görə. Buna tam əminəm ki, həqiqətən də eləsi var ki, adi sözlə gəlir, amma eləsi var ki, sözün zirvəsi ilə gəlir, sözün gözəlliyi ilə gəlir, sözün özəlliyini yarada bilir və onun bünövrəsini qoyur. Bu baxımdan sənin bünövrən möhkəmdir. İnanıram ki, o bünövrənin üzərində çoxlu binalar tikəcəksən, söz binası, əbədi olsun və səni öncə yubileyi münasibəti ilə təbrik edirəm və sonra da sənin bu 2 kitabın gün olsun ardı gəlsin də demişəm ki, bu il 300 əmanət istəyirlər və ədiblərdən. Birini Xəyal xanım üçün verdim, ikisini də biri Mələk xanım üçün sağlamışam, birini də Nahid üçün. Məndən
Esra Cəməli olmasın. Və inşallah ki, Yaşlar Birliyi üzvü olmağımızı təbrik edəcəm. Və inşallah ki, hər zaman sizin yanınızdayım, arxanızdayım. Uğurlar, uğurlar, bir daha uğurlar. Təbrik edirəm, əzizim. Var olun, çok sağ olun Nəzbə xanım. Buna gözəl də nə olacaq tabii, çok sağ olun.